ağlımıza gəlməyən başımıza gəldi. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Azərbaycanda qanunlar bir-biri ilə toqquşub. Biz eşitmişik ki, maşın maşınla toqquşar, adam adamla toqquşar, lap elə təyyarə bir-biri ilə toqquşar. Amma Azərbaycan yenə dünyanı heyrətə gətirməyə davam edir. Səhv eşitmədiniz. Bu ölkədə qanunlar toqquşub. Bu kadra baxın. Salam Rayət bəy. Mən polkovnik leytenant Alışov Bəhri Zağabəyoğlu. Bir neçə gündür sosial mediada, yəqin ki izləyərsiniz YouTube kanalında xüsusilə. Mən haqq davam üçün mübarizə aparıram. Qısaca mənim bir torpağım var. Binəqədi rayon icra başçısı qanunsuz olaraq xüsusilə birinci mavini Hacı Baba Babayev. Birinci mavini Binəqədi rayon. Mənə şəxsi istədi. Yəni bunu mən əminliklə deyirəm. Çünki mən birinci dəfə qəbulunda oldum. Dedilər ki, bəs şəhərinin baş planına uyğun olaraq orada yaşayıb tikə bilərsən. Mən də sevdimdə götürdüm kupçanı verən orqana göndərdim ki, biz bunu dəyişin, baş nazirinin əmri var. Burada yaşayıb obyektləri tikməliyəm. Həmin orqanda, yəni kupça verən orqanda mənə cavab olaraq bildirdi ki, xeyr, sizin torpağınız 2015-ci ildən yaşayış məntəqələrinin torpağıdır. Qanun geriyə şamil edilmir. Baş nazir qərar verdiyi halda vətəndaşların mövqeləri yəni məhdudlaşdırıla bilməz. Və bu sizə heç bir aidiyyəti yoxdur. Çünki mən 23-də baş nazirin əmri var, laf belə olsa, 24-də mən yaşayış məntəqələrinin kupçasını almışam, çıxarışını. Bəs baş nazir qərar verirsə, kupça verən orqana da verir, icraya da. Hər iki qurum baş nazirə tabidir, düzdürmü? Bəs niyə görə onda bunu verdi? Onlar əsaslandırdı, dedi ki, sizə aid deyil, sizin torpağınız 2015-ci ildən bəri yaşayış məntəqələrinin torpağıdır. Mən iki qurumun arasında qalaraq götürdüm, verdim haqlı olaraq məhkəməyə. Məhkəmə buna aydınlıq versin. Və məhkəmə də haqlı olaraq mənim xeyrimə aydınlığı verdi ki, bəli, sən orada tikə bilərsən. Hətta mən orada hasar çəkirdim, hündürlüyü 2 metrəni 2,22 metrəni çəkə bilərəm hasarımı. Onu belə gəlib Binəqədi rayon icra başçısı dağıtdı, birinci mavin xüsusilə rəhbərlik elədi söküntüyə. Hətta məni oyandırmır, siz bunu eləmisinizsə, imzanızı çəkin də, bizə deyirlər ki, biz sökməmişik. Elə şey mi olar? Bəs kim sökür? Prokurorluğa deyirəm, kim sökür? Prokurorluq deyir, burada cinayət işi yoxdur, bilmirlər. Rəsmi olaraq bizə cavab göndərir ki, Binəqədi rayon icra hakimiyyəti. Bəs biz bunu sökməmişik. Qeyri-rəsmi, amma mən bunların görüşündə oldum, Binəqədi rayon ətrafı ilə birinci mavin də orada oturmuşsunuz. Deyirəm, siz mənim torpağımı niyə sökmüşsünüz? Axı 3 dəfə. Deyir, bəs siz bilmirsiniz. Bir dəfə söktük, sizə hələ aydın olmadı. 2 dəfə söktük, sizə aydın olmadı. 3 dəfə söktük. Siz elə bil deyir, prinsip aparırsınız. Qardaş, mən prinsip aparmıram. Mən qanunlara istinad edirəm. Deyirəm, nəyə əsasən bura girmirsən? Bax, indi mən orada ev tutmuram. Mən deyirəm ki, cinayət işi başlansın. Bu evi kim sökür? Mən bilim ki, bəs bu ölkədə qanunumuz işləyir də. Prokurorluq orqanlarına mən müraciət elədim. Bəs biz nə üçün yaşayırıq? Qanunlarımız işləsin deyə yaşayırıq da. Qurban olun sizə. Bəs mən nə istəyirəm ki? Cinayət işi başlansın. Bəlkə mən səhv edirəm. Bəlkə mən səhv danışıram da. Bəlkə mən heç kupçamzadım yoxdur. Bir aydınlaşdırsınlar da, bir çağırsınlar ki, sən kimsən ki, deyesinlər ki, bəs bu qədər aləmi dağıdırsan. Xahiş edirəm, öz vətəndaş mövqeyinizi bildirəsiniz. Həyatım boyu belə hadisə ilə üzləşməmişəm. 7 oğul istərəm filmində deyildiyi kimi, biri deyir bayrağı tax, biri deyir taxma. Adamın halalca hasarını niyə sökmüsünüz, ay qurumlar? Kim söküb? Xəbərimiz yoxdur deyirsiniz. O nə deməkdir ki? Qapımıza bir mismar vurulan kimi başımızın üstünə o saat kəsirsiniz. Adamın kupçalı torpağında qanuni hasarını sökmək nə deməkdir? Ağlınız, başınız hardadır sizin? Adam sizə deyir, sökəni tapın, siz deyirsiniz, cinayət məsuliyyəti yoxdur, milləti dolamısınız. Aidiyyatı qurumlar adam tapa bilmədiniz ilişməyə, gedib vətən müharibəsi döyüşçüsünə
torpaqlarımızı gecə gündüz qoruyan bir zabitə ilişirsiniz, yüksək rütbəli polkovnik leytenanta. Bir insan neynəməlidir? Bu adam illərlə vətənə xidmət edir, səngərlərdə həyatını təhlükəyə atıb. Sonra da ailəsi ilə halalca bir torpaq sahəsini qanuni şəkildə hasarlayıb və bir gün deyirlər ki, olmaz, gəlib sökürlər. Əgər dövlət vaxtı ilə bu torpağı qanuni hesab edibsə, sonradan dəyişən planın yükünü niyə bu vətəndaş hərbçi zabit çəkməlidir? Baş plan şəhərin inkişafı üçün vacibdir. Buna heç kəs etiraz edə bilməz. Bəli, şəhərlər inkişaf etməlidir, yollar çəkilməlidir, parklar salınmalıdır. Amma inkişafın da bir prinsipi var da. İnsan hüquqları qorunmalıdır. İnsan taleyi nəzərə alınmalıdır. Xüsusilə də söhbət bir hərbiçidən gedir. Bir vətən uğrunda xidmət etmiş bir insanın hasarı sökülürsə, dövlət bunun əvəzində hansı addımlar atır, hansı həlli təklif edir? Bir ədalətli kompensasiya deyilən bir şey varmı? Alternativ bir fikir varmı? Yoxsa elə sadaca olmaz deməklə məsələ bitmiş hesab olunmur. Dediyim kimi, heç kəs şəhərin inkişafına qarşı deyil, baş planın inkişafına qarşı deyil, amma bir inkişaf bir insanı əzməklə yox, qorumaqla olmalıdır. Söhbət bir hərbiçidən gedir. Sabah eyni vəziyyət başqa bir müəllimin də, həkimin də, şəhid ailəsinin və ya elə lap adi bir vətəndaşın da başına gələ bilər. Ona görə də məsələ təkcə torpaq deyil. Məsələ dövlət-vətəndaş münasibətlərinə olan inamdır. Vətəndaş bilməlidir ki, qanuni şəkildə əldə etdiyi mülkiyyət hüququ qorunur. Əgər dövlət ictimai maraq naminə həmin əmlakı tutalım alırsa, bu zaman insan özünü zərər çəkmiş deyil, ədalətli bir vətəndaş kimi hiss eləməlidir. Qanundan yararlanan əsl vacib məsələ budur. Hərbiçi yalnız torpaqları, sərhədləri qorumur. O bizim evimizi, ailəmizi, təhlükəsizliyimizi qoruyur. Belə bir insan öz torpağı ilə bağlı narahatlıq yaşamamalıdır. Ümid edək ki, bu kimi hallarda bütün tərəflər qanunun tələblərinə uyğun, şəffaf və ədalətli həll yolunu tapacaqlar. Həm dediyiniz kimi baş plan inkişafı təmin ediləcək, həm də hərbiçinin, polkovnik leytenant Bəhruz Alışovun vətəndaş hüquqları layiqincə qorunacaq. Gedin, qanundakı boşluqlarınızı doldurun, xahiş edirəm, cəmaatı incitməyin, polkovnik leytenant Bəhruz Alışovun hüquqlarını təmin edin. Siz o kabinetlərdə Bəhruz bəy kimi vətən müharibəsi iştirakçılarının, hərbiçilərin hesabına oturmusunuz, unutmayın bunu. El dilində desək, qəhrəmana qalxan əl kəsilməlidir. Özünüzə gəlin, diqqətli olun və məsələni qanuni şəkildə həll etmək sizin vəzifə borcunuzdur. Xahiş yox, bir Azərbaycan vətəndaşı kimi tələb edirəm, işinizi görün.